Sehirli papaq. Biri var idi, biri yox idi. Sehirli meşənin kənarında balaca bir kənd var idi. Bu kənddə oyun oynamağı və yeni şeylər öyrənməyi sevən Əli adında bir oğlan yaşayırdı. Bir gün Əli kəndin yaxınlığında köhnə bir papaq tapdı. Papağı başına qoyan kimi qəribə bir şey baş verdi. O, heyvanların danışığını başa düşməyə başladı. Quşlar oxuyur, dovşanlar gülür, sincablar isə şən nağıllar söyləyirdilər. Əli bu sehirli papağın sirrini öyrənmək üçün meşənin ən yaşlı sakini Müdrik Bayquşun yanına getdi. Müdrik Bayquş ona dedi: "Bu papaq mehriban ürəklərə sirli bacarıqlar bəxş edir. Amma unutma, əgər sən bu bacarığı yalnız öz xeyrin üçün istifadə etsən, papaq sehrini itirəcək." Əli papağın gücünü doğru istifadə etməyə qərar verdi. O kəndə qayıdıb insanlara heyvanların ehtiyaclarını izah eləməyə başladı. O quşlar üçün yuvalar düzəltdi, meşədə su tapmayan heyvanlara su gətirdi. Hətta kəndin sahəsində tələyə düşən bir dovşanı xilas etdi. Günlərin birində kəndin yaxınlığında böyük bir fırtına qopdu. Meşədəki kiçik heyvanlar qorxaraq gizləndi. Əli isə papağı ilə onların səsini eşidib onlara kömək elədi. O kənd cəmaatını bir yerə yığıb hamını meşədəki heyvanları xilas eləməyə çağırdı. Kəndlilər birlikdə hərəkət edərək heyvanları təhlükəsiz yerə aparmağa kömək etdilər. Fırtına sakitləşəndə sehirli papaq Əliyə təşəkkür etdi və dedi: "Sən mehriban və cəsarətlisən, Əli. Buna görə də bu sehir həmişə səninlə olacaq." Bundan sonra Əli kəndin qəhrəmanı oldu. O papağı ilə hər zaman heyvanlara və insanlara kömək etməyə davam etdi. Beləcə, sehirli meşə və kənd əbədi dost oldu və hamı xoşbəxt yaşadı.